Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibina ve habibi ilahil alemin. Ebil Qasimi Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله، أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليهم السلام. Allah'ın salam ve rahmeti olsun. Aziz bacılarım ve kardeşlerime, bugün cümədir, cüməmiz mübarek olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım xütbə ictimai həyatımız və məscid və ya müsəlmanın məsuliyyəti barəsindədir. Görək biz ictimai həyatımızda necə davranırıq, davranışlarımız necədir və məsciddə və eyni zamanda müsəlmanların üzərinə düşən məsuliyyətlər. İnsan tək yaşamaq üçün yaradılmayıb. Allah insanı cəmiyyət içində yaşatmaq, bir-birinə dayaq olmaq, sevinci və kədəri bölüşmək üçün yaradıb. Bugün çox təəssüflər olsun ki, insanların evləri böyüyüb, amma qəlblər kiçilib. Əllərimizdə olan telefonlar ağıllaşıb, ağıllı olub, ağıllanıb, amma münasibətlərimiz korlanıb, münasibətlər zəifləyib. Minlərlə dostumuz var, amma dərdimizi danışmaq üçün bir nəfər də tapmaq olmur. Bunlar cəmiyyət arasında hər zaman gündəmdə olan mövzulardır. Mən bunları boş yerə qeyd etmədim. Adam var, görsən deyir, bu qədər mənim əhatəm var, dostlarım var, yaxınlarım var. Amma ürəyimi o dostların birinə açmaq iqtidarında deyiləm. Çünki mən öz ürək sirrimi, ailəmin sirrini o həmən dostuma danışsam, o da gedib öz dostuna danışacaq. Və ya evlərimizin böyük olması, evlər çox böyüyüb, amma içində huzur yoxdur. İçində rahatçılıq yoxdur. Qəlblərimiz kiçilib. Bu sözləri ki mən deyirəm, bunu sizin dilinizdən deyirəm. Çünki mən həftə boyu insanların içində oluram və insanların hərəsindən bir şey öyrənib, qeyd eləyirəm və gəlib sizin qarşınıza onu təqdim edirəm. Çünki bu sözləri cəmiyyət qınağına çevrilib. Biz başa düşdük ki, bunu insanlar deyir, biz deyirik. Görək Quran-ı Kərim bu barədə nə deyir? Bizim üçün Quranın ayəsi önəmlidir, insanların nə dediyi önəmli deyil. Görək Quran-ı Kərim bu barədə nə buyurur? Təbii ki, Allah Teala Quran-ı Kərimdə də bizi fərd olaraq deyil, tək olaraq deyil, ümmət olaraq çağırır. Allah Teala bizim hər birimizi çağırmır, ümmət olaraq bizi səsləyir. Hansı ayədir, hansı surədir?
Ali İmran surəsinin 103-cü ayəsində ümmət olaraq bizi səsləyir. Ayə belədir. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamınız birlikdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın, səpələnməyin, dağılmayın. Deməli, Ali İmran surəsinin 103-cü ayəsi bizə bir olmağı, ümmət olaraq bir yerdə yumruğumuzu vurmağı təşviq edir. Bu ayə bizə göstərir ki, müsəlmanın gücü təkində deyil, təklikdə deyil, fərd olaraq deyil. Bir müsəlman tək öz başını iş görə bilməz. Bu ayədən çıxarış edərək. Yalnız və yalnız insanın gücü, insanın potensialı onun birliyindədir. Şeytan insan tək olanda ona tez müdaxilə eləyir. Ona görə hədislərdə qeyd olunur ki, çalışın dilimizi ilahi zikrə vərdiş eləyək. Yəni, mənim bugün dilim Allah zikrindən dayansa, şeytan artıq orada özünə məskən eləyəcək. İnsan artıq çaşacaq, insan yolunu itirəcək. Və ona görə insanlar bir yerdə olan zaman, zikr əhli olduğu zaman şeytanlar ora müdaxilə eləyə bilmir. Məscidlərə şeytanlar girə bilmir. Niyə? İnsanların 5'inin heç olması ən azı 3'ü ilahi zikir deyir. Deməli, birlik olan yerdə insan qorunur. İnsan tək olanda özünü müdafiə eləyə bilmir. 2 nəfər, 3 nəfər olanda insan ürəklənir. Ona görə səfərə çıxanda insan tək çıxmamalıdır. Çıxanda da insanda yalqızlaşma əmələ gəlir. Bu, Quran-ı Kərimin Ali İmran surəsinin 103-cü ayəsi idi. İndi Maidə surəsinin 2-ci ayəsində oxumaq istəyirəm sizə. وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ. Bu Maidə surəsinin 2-ci ayəsidir. Yaxşılıq və təqva üzərində bir-birinizə kömək eləyin. Yaxşılıq və təqva üzərində bir-birinizə kömək eləyin. Günaha kömək eləmin. Düşmənçiliyə kömək eləmin. Adam var, görsən, deyir, qonşu ilə vuruşu gəlir, deyir, qorxma, mən sənin dalındayım, vur. Nə var, qonşun birinə xoşun gəlmir. Elə ki, o zərbəni dilinlə ona vurdurursan, sonra özün kənarda dayanırsan. O da müttəhim kürsüsündə dayananda deyir, mənim qonşum məni qızışdırdı, filan kəs məni qızışdırdı, mən də vurdum. Bəs deyir, sənin ağılın hardaydı? Yaxşılıqda əlbir olun, bir olun. Bu ayə, Maidə surəsinin 2-ci ayəsi, cəmiyyətin əsas qanunudur. Bunu yadda saxlayın. Əgər cəmiyyəti formalaşdırmaq istəyirsə, cəmiyyət formalaşmaq istəyirsə, mütləq yaxşılığa kömək eləmək lazımdır. Bir qadın bugün səhər çağı, təqribən mən bir xəstəxanaya gedirdim, gördüm bir qadın göz yaşlarını saxlaya bilmir. Yaşlı bir ana idi. Yaşlı bir, təqribən 65-68 yaşı vardı. Mən dayandım, dedim, ana niyə ağlayırsan? Dedim, bəlkə yol azıb. Əlində də nəsə var idi. Dedi, heç. Dedim, yox, heç deyil. Niyə ağlayırsan? Dedi, heç oğul, narahat olma. Dedim, yox, mən narahatam artıq. Dedim, mən əlimdə tum, yəni simçika deyirik də tum, əlində biri də qalmışdı. Dedim, mən tum, bir nəfər gəldi məndən aldı, qaçdı. O bursu gəldi, dedi, hələ biri də qalıb, bir də deyir, mənim kisəmdə qalmışdı, o indi əlimdədir. Deyir, onun gəldi, bir nəfər də götürdü, qaçdı. Halbuki mənim ehtiyacım var, evladım xəstədir, mən 1 manat, 5 manat, indi toplarlayıram, aparıram. Mən çox pis oldum. Hələ bu dəqiqədə mən o narahatçılığı yaşayıram. Mən onu yola saldım. Onu qəlbinə əl aldım. Dedim, sən bizim anamızsan, bizim canımızsan. Qayıtdım, mən dedi ki, siz dindarsınız. Dedim, fərqi nədir? Dedi, kaş ki, Azərbaycanda sizi kimi insanlar çox olaydı, küçədə bəlkə də məzlum qalmazdı.
Gör nə qədər şərəf və ləyaqət itirəsən ki, bir qoca qadının əlindən corabın ya onun tumun nəsə satır, möhtacdır satır, onu alasan, oğurlayasan, qaçasan. Bunun adı nədir mən deyə bilmirəm. Bunun adı nədir mən tapa bilmirəm. Bəli, bu böyük bir dənə cinayətdir, mənəvi cinayətdir. Amma Quran deyir, yaxşılıq eləyin. Gördünüz ki, bir adam yıxılıb əlindən tutun. Əgər qonşumuz ac yatırsa, bu Allah Rəsulunun sözüdür. Əgər qonşumuz ac yatırsa, bizim rahat yatmağımız doğru deyil. Digər hədisdə var ki, özü tox olub, qonşusu ac olan məndən deyil. Bunu Peyğəmbər deyir ha. Özü tox olur, qonşusu ac, o məndən deyil. Yəni, sabah desin ki, Peyğəmbərim mən ümmətiyəm, yalan danışır. Peyğəmbər belə ümmət istəməz. Əgər bir gənc asılılıq bataqlığına giribsə, asılılıq bataqlığına düşübsə, spirtli içki qəbul edir, narkotik maddə qəbul edir. Sən də görürsən ki, o spirtli və yaxud narkotikin aludətçisidir. Keçirsən yanından, deyirsən, mənə nə? Mənə aid deyil. Mənə aid deyil demək möminə yaraşmaz. O cinayəti sabah sənin həyatında da, evində də tətbiq eləyəcəklər. Bəzən o qədər bilmirəm, zaman pozuldu, biz pozulduq, cəmiyyət pozuldu, bilmirəm nə olub. Belə adiləşib insanların bir-birinə olan münasibəti. İmam Əleyhisselam buyurur ki, insanlar iki qrupdular. Ya sənin din qardaşındır və ya yaradılışda sənin qardaşındır, sənin kimidir. Ya din qardaşıyıq, əgər dinimiz birdirsə, yox əgər din ayrıdırsa, yaradılışımızda deməli birliyimiz var. Əgər bir qəlb məzlumun göz yaşlarını silə bilmirsə, o ürək daşdır. O ürək qəsavət bağlayıb. Bir alim tələbələrindən soruşur ki, dünyanın ən ağır daşı hansıdır? Əgər sizdən də soruşsalar ki, dünyanın ən ağır daşı hansıdır, hərəniz bir cavab verəcəksiniz. Həmən o tələbələrdən biri dedi ki, dünyanın ən ağır daşı dəmirdir. Biri dedi ki, qayadır. Hərəsi bir söz dedi, alim dedi ki, sizin dedikləriniz həqiqətdir. Amma ən ağır daş, daşlaşmış ürəkdir. Qorxun o gözdən ki, göz yaşı çıxmır. Qorxun o ürəkdən ki, onun göz yaşları yoxdur. Bilirsiniz, göz yaşı niyə quruyur? Çünki qəlb möhürlənəndə göz yaşı quruyacaq. İnsanın qəlbi ağramasa gözdən yaş çıxmaz. Hələ bugünə qədər alimlər heyrətdə qalıbdı ki, insanın göz yaşı var. Bəzən göz yaşları soyuq olur, bəzən isti olur. Mən sizə sual verirəm, amma cavabını deməyəcəyəm. Düşünməyə dəvət edirəm. Sevinc yaşı axıdanda isti olur ya sərin olur. Və yaxud kədərdən ağlanan göz yaşları soyuq olur ya isti olur. Düşünməyə dəvət edirəm, amma mən cavabımı bilirəm. Bizim əgər gözümüz hər gözdən axan yaş deyil, əsbab-ı şəfaət, hər gözdən yaş axan məzlumiyyət yaşı deyil. Bəzən insan obraza girir, İnsan səhnəyə girir, yalandan özünü elə formalaşdırır, ağlayır, sənin də ona ürəyin yanır, görsən ki, sənin yarım milyon pulu atıb. Bir nəfər mənə danışdı, dedi, ağlaya-ağlaya gəldi, mən ona iş verdim, ondan sonra sürücülük verdim, filan verdim. Gördüm ki, mənim evimin, əşyalarımın, qızıllarımı, buraya hamısını götürüb qaçıb. Özü də qaçıb necə? Biletin alıb Azərbaycandan çıxıb. Və deyir, onun göz yaşlarına mən inanmayaydım. Hər göz yaşları axıdılırsa ona inanmaq olmaz. Biraz da bəsirətli olmaq lazımdır.
Ne üçün mən bunu deyirəm və alim bunu deyir ki, ən ağır daş daşlaşmış ürəkdir. Çünki daş ürək nə yetimin göz yaşına baxar, nə yetimin göz yaşını görər, nə valideynin ahını eşidər, nə qonşunun acılığını hiss edər. Qəlbi möhkəm olandan sonra bunları hiss eləməyəcək. Bugün cəmiyyətimizi zəiflədən səbəblər var. Mən bu çıxışı niyə eləyirəm? Bu videoda da qalır, YouTube kanalımızda da qalır. Ki bunu insanlar, gələcək nəsil qoy öyrənsin. Biz daha yorulmuşuq, cəmaata deyək, namaz qılın, oruç tutun, namaz qılın. Mən də bu mövzuda danışmayacağım sizinlə. Nə qədər mənə Allah ömür veribsə danışmayacağım. Niyə? 30 ildir deyirəm, namaz qılın, oruç tutun. Bunlardan danışmaq lazımdır. Cəmiyyəti narahat edən amillərdən danışmaq lazımdır. Bugün cəmiyyətimizi zəiflədən səbəblər nədir? Bunları insanlara təşviq eləmək lazımdır. Bugün cəmiyyətimizi zəiflədən səbəblərdən biri mənəmlikdir. Mən. İkincisi egoizmdir. Üçüncüsü paxıllıqdır. Dördüncüsü qeybətdir. Beşinci sosial şəbəkələrdən asılılıqdır. Altıncısı qohumluq əlaqələrinin zəiflənməsidir. Yedincisi valideynlərə vaxt ayırmamaqdır. 8-ci qonşuluq münasibətlərinin soyumasıdır və bütün bu münasibət çox deyə bilərəm. Münasibətlərin soyuması, əlaqələrin kəsilməsi, vaxt ayrılmaması, bütün bunlar hamısının kökündə cəmiyyət artıq məhvə gedir. Cəmiyyət artıq o fəaliyyətlərini itirir. Robotlaşıb elə bil sanki insanlar. Bir adam, yadınızdadır, bir adam dünyasını dəyişəndə, qonşuda və yaxud kətdə, məhəllədə neçə gün o aurada yaşayırdı. Filankəs öldü, filankəs bizimlə yeyirdi, yatırdı, dururdu. İndi bir insan ölür, hələ qonşusu bir saatdan sonra televiziya bir dənə xod verir ki, yandı verir ki, sənin evində ahunalədir, mənim evimdə kefdir. İnsanlar nə qədər robotlaşır, nə qədər insanlar, axırda deyir ki, Allah bu zamanın evini yıxsın. Qardaş, nə zaman? Zaman həmən zamandır, gün hardan çıxır, hardan batır, hamısına bəllidir. Amma bugün ictimai həyatımızda müsəlmanların fəaliyyəti xüsusilə olduqca gərgin vəziyyətdədir. İslam yalnız məscidin divarlarının arasına girib və məscidlərin divarlarında din təbliğ eləmək deyil. İslam bazarda, məktəbdə, iş yerində, küçədə, qonşuluqda və bütün ictimaiyyətdə yaşanmalı olan həyat tərzidir. İslam elə budur, məscidə girdin, Allahu Ekber, çıxdın, küçədə bir-birinin maşınına toxunur. Burada namaz qılır, bax, namaz qılıb, elə ürəklə namaz qılır. Çıxanda, indi park eləyib də, gəlir görür ki, maşının böyrünü, bir dənə maşın əzib, cızıb, nəsə bir... İlahi də o namaz yaddan çıxdı. Da nə var ağzından gəlir danışır. Qardaşlar, burada namaz qılırdın axı. Nə oldu elə? Namaz elə məsciddəymiş. Sən davranışlarını çöldə elə, davranışlarını cəmiyyətin arasında elə, bazarda elə, məktəbdə elə, iş yerində elə, küçədə elə, qonşularla elə. İctimai fəaliyyətin belə olmalıdır sənin. Bu İslamdır. İslam hələ çəkiləsən 1000 dənə gün ərzində Sübhanallah, Sübhanallah, Sübhanallah deyəsən, axşam gedəsən, ay arvad, nə var gətir bura, arvad deyəcək, iş gətirmişdin ki, nəsə qazanmışdın ki, verəsən. Bu deyil axın belə. Mən nəticə eləmək istəyirəm, bu mövzu ağır mövzudur, amma nəticə eləmək istəyirəm. Buna diqqət eləyin, maraqlıdır. Quran-ı Kərimdə Ən-Nəhl surəsinin 90-cı ayəsində 3 dənə əmr var, 3 dənə də inkar var. Belə bir dənə ayə tapa bilərsiniz. 3 əmr var, 3 dənə də inkar var. Mən onu ərəbcə oxuyuram sizin üçün. 3 əmr hansıdır? İnnəllaha yə'muru bil-ədli vəl-ihsan və itâi zil-qurba. Həqiqətən Allah ədalətli olmağı. Bax, 1. Həyatda ədalətli ol. Həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi,
və qohumlara yardım göstərməyə əmr edib. Deməli, 3 dənə əmr var. İndi sən elə qohumları yığ başına. Dünən biz Hacı ilə bir yerdəydik axşamcağı. Bir nəfər dedi ki, bir nəfər şirkət rəhbəri bütün qohumların 80%-ni yığıb yanına. Amma ondan oğurluq eləyirlər. Biz də nə qərar verdik? Qoy, eyb yoxdur, oğurluq eləsin. Amma qohum, heç olmazsa sən işdən çıxandan sonra sənin bir nəfər dərdivə qalar da. O oğurluq eləyən adam vicdansızlıq eləyir, oğurluq eləyir. Çünki sənə çörək verir bu adam. Sənə gətirib iş verib, çörək verib. Ayın axırında 5-10 manat balaların üçün o çörək rizq aparırsan. Da oradan oğurluq eləmək bu həyasızlığın ifrat dərəcəsidir. Amma nə olsun, eybi yoxdur. İndi yığıb da 80% qohumların ora, eybi yoxdur, olsun. Amma oradan oğurluq eləmək cinayətdir. Axı nə istəyirsən, sənin üçün o şəraiti yaradıb da. Deməli, Allah Teala bizə əmr eləyir. Ədalətli olun, yaxşılıq eləyin, qohumlara yardım eləyin. Bir də və yənhə anil fəhşai vəl münkar. 3 dənə əmr idi. İndi 3 dənə də nəhi, inkar. Allah Teala buyurur ki, və yənhə anil fəhşa. Pis iş görməyi özünüzdən kənarlaşdırın. Pis fikirli olmun heç vaxtı. İnsan pis fikirli olsa xəyallara düşəcək, axırda onu həyata keçirdəcək, onun ibadəti də zay olacaq. Bir də zülm etməyi, heç kimə qarşı zülm eləmin. Zalim olmun. Zalim olmayaq, ailədə də zalim olmayaq. Dostluğun arasında da, işdə də zülm eləmək olmaz. Mənim bugün gücüm var, sənin başıma bu yumruğu vuracam. Bu doğru deyil. Zina etməyi Allah Teala yasaq eləyib. Düşünüb ibrət alasınız deyə belə öyüd nəsiyyətlər verir. Yəizukum ləalləkum təzəkkarun. Düşünəsiz ki, bu şeylər bizim işimizin ziyanınadır və ya xeyrinədir. Deməli, burada 3 dənə əmr var, 3 dənə də inkar var. Ona görə bu 6 prinsip, oxuduğum 6 dənə prinsip, 3-ü yaxşılıqdır, 3-ü pisdir. 6 dənə prinsip sağlam cəmiyyətin təməlidir. O cəmiyyəti məhv eləyə bilərsən, o cəmiyyəti sağaldıb, müalicə də edə bilərsən. Ona görə çalışmaq lazımdır. İbadətlərdə diqqətli olaq, əməllərimizdə diqqətli olaq, yaxşılıqda bir-birimizlə yarışaq, səmimi olaq və bu bizim həyatımızda ən böyük uğurlardan biridir. Allahın verən Muhammed Ali Muhammedin xatirinə Allah aqibətimizi xeyir eləsin, gələn günlərimizi bərəkətli eləsin. Ara sıra insanlar gəlirlər bura namaza, amma mən deyərdim ki, xüsusilə diqqətiniz cəlb olsun. İndi düzdür, yay vaxtı istirahətə gedənlər var, istirahətlərini pozmasınlar. İmkan olduğu zaman Bakıda, şəhərdə olduğumuz zaman paytaxtımızda namaza gəlin, xüsusilə ara sıra özünüz bilərsiniz. Amma cümələrdə mütləq mənada burada olun. Çünki bu cümə çox bərəkətlidir. Allah bu cümənin bərəkətini əlimizdən almasın. Allah şəhidlərin ruhlarını şad eləsin. Şəhidlərimizi bizə duaçı eləsin. Allah bizim dostlar, xüsusilə Cümə məscidindən bir neçə insanlar Ərbəin ziyarətinə gediblər və yenə də yoldadırlar. Sabah da bürsündə elə bu yola çıxacaqlar. Allah Teala yollarını sağ-salamat eləyib, sağ-salamat öz vətənlərinə sağlam şəkildə qayıtsınlar. Allah Quran və Əhl-i Beyt xatirinə xəstələrimizə acil şəfalar versin. Bizim bu namazlarımızı Allah ali dərəcədə qəbul eləsin. Allah Teala Türbət xanım, mənim əziz bacım, mənim əziz dəyərlim, hər zaman namazda dua eləyirəm ki, siz möminlərin duasının bərəkətindədir. Allah Teala Hacı xanım Türbət bacıma acil şəfalar versin inşallah. Allah Teala heç bir valideyni övladın yanında, övladı valideyn yanında utandırmasın inşallah. Allah bizim ayağımızı bu məsciddən kəsməsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yalid və lam yulad və lam yakul lahu kufuwan ahad. Peyğəmbər camalına öz salamatçılığımızdan ötəri salavat. Allah